Salam değerli izleyiciler, kanalımıza hoş gelmişsiniz. Bugün sizinle çok dadlı, lezzetli sobada badımcan yemeği hazırlayırıq. Bol vitaminlidir, hem eti var, hem de tərəvəzləri var. Doyumludur. Biz ərzaqların miqdarını bu qədər götürmüşük. Siz də ailənizin sayına, ehtiyacınıza uyğun nisbəti saxlamaqla artırıb azalda bilərsiniz. 3 iri kartof götürmüşük, 2 iri badımcan, 400 qram dana ətidir. Biraz ona quyruq da çəkmişik. 400 qram ətə 1 iri baş soğan əlavə edəcəyik. Soğanı çəkmək də olar üzərinə, amma su salmaması üçün biz onu narın xırda doğramışıq. İndi əlavə edib qarışdıracağıq. 2 biber, yarım yaşıl biber, yarım qırmızı biber, 4 pomidor, 1 uzun az acılı yaşıl biber, ərimiş kərə yağı, Holland pendiri, üzərini örtəcək qədər. Ədviyyatlar: pul biber. Pul biberi özümüz hazırlamışıq. Hazırlama qaydası kanalımızda var. Mövsümü yaxınlaşır. Pul biberi xoşlayanlar baxıb hazırlaya bilərlər. Sarı kök, zəncəfil, keşniş toxumu. Əgər zəncəfil qurusu yoxdursa, təzəsindən də rəndələyib əlavə edə bilərsiniz. Təbii ki, zövqə görə duz və qara istiot. Ətin soğanını əlavə edib ədviyyatlarını vururuq. Hərəsindən zövqə görə. Pul biber, zəncəfil, bunlar ətə çox gözəl yaraşır. Və keşniş toxumu. Qara istiot, duz. Yaxşı yoğururuq. Tavaya yağ əlavə edirik. Dağ olandan sonra götürün yağın içərisinə atıb çeviririk. Əzərək əzirik ki, topalar əmələ gəlməsin. Qızğın yağda yaxşı qovurduq, qoyuq, çiğli rəngi getdi. İndi qazı azaldırıq, yatağını qoyuruq. Öz suyunda hazır olana qədər, suyu çəkilənə qədər, yağa düşənə qədər pişir. Ət pişənə qədər biz tərəvəzlərimizi hazırlayırıq. Kartofu yumru-yumru doğrayırıq. Badımcanları da yumru-yumru doğrayırıq. Tavaya bir qədər kərə yağı əlavə edirik. Yağ qızandan sonra kartofları oyuz-buyuz qızardırıq. Amma kartofları duzlamamışıq. Kartofları yağda oyuz-buyuz çevirdik. Çok kızartmırıq. Gördüğünüz kimi üzərləri ağ qalır. Bir balaca üzəri qabıq tutur. Belə daha dadlı olur. Həm də biraz yumşalır. Sobada pişirəcəyimiz qabın içərisinə yığırıq. Və tavaya biraz da yağ əlavə edib badımcanları oyuz-buyuz qızardırıq. Bunu da çok kızartmırıq. Biraz yumşalsın, kifayətdir. Biz badımcanları tuzlamadıq, çünkü şirin badımcandır. Siz tuzlaya bilərsiniz ki, acılığı çıxsın, əgər ehtiyac varsa. Kartofları da altdan bir qat düzdük. Biz tuzlamamışdıq kartofu, indi tuzluyuruq. Zövqə görə duz və istiot səpirik.
onu az yağda çeviririk. Əslində yağı yaxşı əlavə eləmişik, amma hamı bilir ki, badımcan çox yağ sevir. Amma pişəndən sonra o yağı buraxır. Bir ehtiyatla əlavə edirik. Hələ sobada da pişəcək, onu da nəzərə alırıq. Burada ət də pişir. Ətin də yağı var. Onu da əlavə edəcək. Yağı kifayət. Yaydır, çox yağlı da insanın ürəyini vurur. Badımcanlar da yumşaldı və üzərləri qabıq bağladı. Onları da kartofların üzərindən düzürük. Burada badımcan çox yumşaqdır, tez pişən badımcandır. Ona görə biz onu çox qızartmırıq. Əgər sizdə ehtiyac varsa, biraz çox qızardım ki, yaxşı pişsin. Yerdə qalan pişmə prosesi də sobada gedəcək. Bir qat da badımcan yığdıq. İndi yenidən badımcanın da duzunu, istiotunu əlavə edirik. Üzərindən qovrulmuş əti tökürük. Biberləri, pomidorları, digər tərəvəzləri doğrayırıq. Və üzərindən düzürük. Hazırda 200 dərəcəli sobada yarım saat müddətinə pişirəcəyik. Demək olar ki, yarı pişmişdi. Pomidorlar və biberlər suyunu buraxacaq. Ətin də kifayət qədər yağı var. Badımcanı və kartofu da qızartmışıq. Həmin yağla, suyla pişəcək. Yumşaq, narahat olmayın. Əgər siz də bizim kimi istəyirsiniz ki, dibində həm də bulyonu olsun, onda üzərini örtün. Birinci yağlı pişirmə kağızını örtürük, sonra isə falqa kağızını örtürük. Birbaşa falqa ilə örtmürük, ona görə ki, falqa alüminiumdur, bildiyiniz kimi. Pomidorlarla tuş mühitdən təmasda olanda o ziyandır. 20 dəqiqə ağzı bağlı pişəcək, sonra açacaq, 10 dəqiqədə ağzı açıq vəziyyətdə pişəcək. Əgər siz belə istəmirsinizsə, onda ağzı açıq yarım saat müddətinə pişirin. Kifayət qədər pişib, indi üzərinə nanə və reyhanı xırdalayıb səpəcəyik. Yeri gəlmişkən həm nanə, həm reyhan həyətdəndir. Dibçəkdə yetişdirmişik. Çox ətirlidir. Və üzərinə də sürkəcin iri gözündən Holland pendiri rəndələyirik. Sobaya veririk. 5 dəqiqə Holland pendiri əriyir, götürürük. Biz onu sobadan çıxartdıq. Adətən biz onun üzərinə Holland pendirini bol tökürük. Amma indiki çəkilişə görə istədiyi rənglər daha gözəl görünsün. Az tökdük. Çox gözəl, inanılmaz gözəl ətri gəlir. İnanın mənə. Onu yemək üçün səbirsizlənirik. Üzərinə ləzzətli bulyonundan da tökürük. Tərəvəzlərin, ətin dadı bulyona çıxıb, çox ləzzətlidir. Çörəyi batırıb yeyirik. Çox dadlı bir yeməkdir. Sizə də məsləhət görürük. Siz də hazırlayın. Allah sürələrinizi rozulu, bərəkətli, canınızı sağ eləsin. Əgər bu videonu bəyəndinizsə, like etməyi, kanalımıza abunə olmağı unutmayın. Siz də hazırlayın, şirin-şirin yeyin. Xoş olsun.